Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 469. bölümün başlığı xeyirli olsun. Gedək görək ki, bu günləri hangi kitabı oxuyacağıq? Şansımıza hangi kitab çıxacaqdır? Onunla tanış olaq. Səffətüs-Səfa kitabının 218'lik səfərlik olan Səffətüs-Səfa kitabını İzmir nüsxəsi məşhur olan onu tapdıq və ondan da biraz oxuduq. Xətti fərqli, amma təəssüflə çox belə vaxtımız cür gəlmədiyi üçün onun bilmədik. Yəni dəqiqən yadıma gəlmir hangi tarixdə 968'də yazılıbdır. O. Amma kim yazıbdı onu bulmadıq. Yəni kitabı dediyim kimi biraz hövsələ ilə oxumadıq. Görək ki, o kimin xəttidir? Xətt bu ki biz oxuduq əsli 900 səhifəlik kitabla onunla bir deyildi. Qətən xətlərinin, əlyazının fərqi var idi. Onu bilmədik. Bir dənə burada Silsilə-i Arifin və Təzkirə-i Siddiqin indirmişik. Elə ehtimalən bu təzkirələr ona görə indirmişik. Görək, əcəba bunların içində o kitaba işarə var ya yox. Amma bu da görürük ki, farscadır və Silsilə-i Arifin və Təzkirə-i Siddiqin də şərh əhval Xacə Übeydullah Əhrar Məhəmməd ibn Burhanüddin Səmərqəndi 921'də ölüb, Allahın rəhmətinə gedibdir. Bu ehtimalən təsih və təhqiq və təsih ehsanullah şükrullahi bu kitab, yəni 921'də ölsə bu adam, bu daxı öncələr yazıb bunu. Əcəba bunu hangi dildə yazıbdı, onu خراسان سرزمین عرفان خیزی است که تجربه شماری از برجسته ترین جراح bunun kitabın özünün içine geçsək, Rəsul Cəfəryan rəis kitabxane muze və mərkəz əsnad Məclis Şura İslami bu kitaba bir müqəddimə yazıb ki, biz oxumadıq. Sonra müqəddimədən sonra müsəhhihin müqəddiməsi başlayacaqdı. Buradan o başlanır. Nəqşbəndiyənin haqqındadır. Yəni bu adamlar onlardandılar və fars olduğu üçün göylüm istəmirəsdə baxım. Yəni belə bir şeyə gəlmişik. Burada görməyəcəkdir əzim. خانوادگی و در جنگ و جدال‌های خانوادگی سلاطین تیموری و رقابت‌ها و خصومت‌های ایران آن دوران. Baxın, bu aqal adam şeydir. Biraz münsifdir. İran an dövrü. O dövrdə İran yoxdur. Coğrafi burada nəzərə alır. O dövrdə İran diye bir şey yoxdur. تاج ستانی ها و تاج بخشی ها می کردند. نمونه از این تصرف اقتدار را می توانیم در ماجرای صلح دو برادر از امرای زمان در این کتاب بخوانیم. Ki burada görürük ki, farsca olduğu için bunu kamilen bağlayaq geçsin işinin dalıca. Və buradan da delete eləyək. Biz fəqət onu istəyirdik görək ki, əcəba bizim dərdimizə deyər, yox. Təzkirə 300. Əlbəttə, onlarda bəzən eləyə bilirik, bəzi adları tapaq ki, görək bu kitabı da açsa, onunla belə ki, səfəsi də azdı, amma açmağa zorlandı. Əcəba müşkül nədir? Onu orada məşğul olsun. Biz baxaq görək ki, keçənki cələsələrin birində 40 hədisi oxuduq. Və 40 hədis tarixi Quran haqqında bir şey fəqət çox xülasə oxuduq. Yadıma gəlir, çox cəlib kitab olacaqdı. 40 hədisi amma oxuduq. Burada Fehristül Məktəbəti Lala İsmail. Lala İsmail'lə tanış olduq. Lala İsmail'in məktəbə olur kitabxana.
kitab sözündən, kətəbə sözündən məktəbə olur kitabxana. Onun kitabxanasının 27, yəni əslində hüddən 44 səhifəlik bir kitabla qarşılaşırıq ki, oradakı saxlanan kitabların listini görürük. Bu çox cəlibdir. Çünki elə indi ki mən sizlərlə danışıram, bir dənə o kitab ki oxuduq, adı nə idi? 40 hədis siyasi. Onu əl-an ChatGPT ilə şey edirik. Üstündə araşdırma aparıram. Amma hələ fiilən onun yazarının adını tapmamışıq. Kitabın adı da orada kamil yoxdur. Amma burada adam görür, ehtimalən buradan o kitabın adını Kütübül Hədisdə baxsaq bunu görək ki, belə bir şey var ya yox. Şərh Hədisül Ərbəin. Bunun özünün Hədis-i Ərbəin şərhi var. 1, 2, 3, 4, 5, 6. 6 dənə əcəba bunun davamı da yox. Hədis-i Ərbəində 6 dənə buradan biz bunu necə bilək ki davamı? Bu o kitabın 103-cü səhifəsidir. Bu bir ayrı kitabın bir parçası olacaq ehtimalən. Onun siyahələrini qoyubdur. 100, 100, 101, 102, 103, tamam, 104 bu olacaqdır. Biz burada gördük. Əl-Cami-ü's-Səğir bu hədisdir. Şərh Hədis-i Ərbəin Abdullah ibn Muhammed Nü'man. Tamam, biz bu kitabın adını tapdıq ehtimalən. Burada Şərh Ərbəyinlər vardı. Şərh Hədisi Cami-ü's-Səğir müsəmma, Hədis-i Əzəm, Şərh Dəlail-i Hira, burada çox gözəl o şərhlərin biri qətən ola bilər ki 5-də ya 5-də bu hədislərdən biri olacaqdı və mən bunu yaxşı ki indirmişəm. Bundan da əks salmaq olar və kitabın adını tapmaq olar. Tamam. Bu mənim dərdimə deyən bir şeydir. Araşdırmamıza görə çox yaxşıdır. Bu təzkirə hangi təzkirədə açıldı? Açılıbdır. Bu təzkirə əvvəldə bunun şirazəsini salır. Şirazəsi bizə göstərir kitabın şirazəsi 2 başdan da çürüyübdür və rəngi tox qırmızı ya da təqribən tox qırmızıymış mənə belə gəlir. O bir səfhədə getir kitabın içinə, cildi göstərmir. Ya da ki bu cild olacaqdı, cildi cırılıbdır. Cildi cırılıbdır, amma şirazə qalır. Bu cildi cırılandan sonra birinci səfhəni görürük ki 193 deyə burada nömrə ehtimalən yazılıbdır. Kitabın dövrələri çürüyübdür. Bir dənə ağ kağız qoyublar arxasına, kitabın altına qoyublar, onun üstünə bunun əksini salıblar. Bu əksi gözəldir. Belə hər kəs salsa vaqəən çox gözəl bir iş görür. Ondan sonra o səfhənin, bu indi vəraqdır. Vərağın A tərəfidir. İndi gedirik B tərəfinə. B tərəfində bu yazıları görürük ki Sahibə Malik Hafiz Hüseyin ibn Əl-Hac İsmaili İvan Sərayı ya Eyvan Sərayı. Eyvan Sərayı olacaqdır. Əs-Sakin bi məhəlli Tuqli dədə Yekçeryan. Yekçeri də o ərteşin adıdır, ordunun adıdır. Dərgah-ı Ali 15 səcbanlar. Dərgah-ı Aliye 15 səcbanlar 1190 ya da 95. Bu ikisindən biri. Əcəba bunun içində daha nələr görəcək. Kitab türk olsa əla olar ki, bunu elə indirmişik. O birisi vəraqı görürük ki, burada su gəlib kitabın aşağısına.
Bura kitabın ortasıdır, Şirazəsi. Bu Şirazə görürük bəzi yerdə cırılıbdır, su gəlibdir. Bu tərəfki kitabın ağzıdır. Görürük ki, çürüyübdür, cırılıbdır bir-iki yerdən, amma çürüyüb, kitabın ağzı çürüyüb. Bu birisi vərağa gəlirik ki, indi ikinci vəraqdır. İkinci vəraq bu tərəfdən çürümağını görürük ki, Şirazənin tərəfidir. Aşağısından su gəlibdir. Burada da burada su gəlmağını və çürümağını görürük. Arxa tərəfi, burada bir 9 yazıblar. Cəlibdir. Bu niyə 9 bura gəlibdir? Görək ki, o birisi səhifədə necə yazıblar. Burada da yazmışmışlar, düşübdür. Əlbəttə, kitab cırılmayıbdır. Elə bu beləsi bir şeydir. Mən burada biraz fırlatmalıyam ki, yox, o bir ehtimali 9 deyil. Hər nədir o? Burası gəlmişdir. Kitab türkçədir. Tamam. Bu kitabı oxuyacağıq. Bu kitabı oxuyacağıq və bu kitab kitabın bu birinci vərağın bir A tərəfi, bu B tərəfi, bu ikinci vəraq başlarını burada içini yazıbdır. Latincə yazıblar buna. Diqqət buyurun. Bu soralar yazılan bir ədəddir və midatla yazılıbdır. Yəni diqqət buyursanız burada mətn cöhər ilə yazılmış bir mətnidir və xətti gözəldir. Amma burada bu midatla yazılıb və soralar yazılıbdır. Necə ki, bu birinci səfhədə də bu latincə yazılıb. Görürük bunu. İndi bunları gördük. Kitabın biraz kiçik eləyim ki, səhifəyə yerləşsin. Bu səfhəni kamil görə bilək. Səfhənin yerində bu ikinci səfhənin B tərəfidir. Görürük kitab burada yapışıqdır, yəni Şirazədir. Burada görürük ki, bura su gəlibdir. Burada çürümağı görürük kitabı iki yerdən. Aşağıya kamilən su gəlibdir. Kəlimələrin, bəzi kəlimələrin üstündə, başı üstündə qırmızı xətt çəkibdir. Onu təkid edib adlı ya hər nədir, ya da bir-birindən ayırıbdır. Çünki o birinci səfhədə gördük ki, burada bir-birindən ayırmaq üçün deyibdir. Və o mühüm kəlmələri, məsələn, Eyvansaray kəlməsinin aşağıda görürük ki, üstünə xətt qoyubdur, ayırıbdır. Amma bunu qeyd-bəbələ qeydəndə oxuyarıq. Bu səfhədə tarixlər görürük ki, bu təzkirədir. Təzkirə olduğu üçün adamların adlarının ya ölməklərinin, ya ən azından ölməklərinin tarixini ehtimalən bilirlər. Doğmaqların tarixini də bilməsələr, ölməklərin tarixini bilirlər. Səfhələri gedirik qabağa, görürük ki, bir siyahə kimidir. Təqribən hər səfhədə bir neçə dənə adın üstündə çəkiblər. Xətt çox gözəldir. Bundan belə kitab saralıbdır. Yəni, ələn burada səfhəni görürük ki, saralıb bir ora burası. Əcəba bu hangi zaman yazılıbdır, o önəmli olacaqdır. Aha, burada qələmlikdən qələm yazısıdır, amma çox çapa yaxın görünür. Amma bu çap deyil. Niyə çap deyil? Çünki bu ədədlərin altında çəkilən xəttə baxanda görürük ki, üzü əyri bir xətt çəkiblər. Düz deyil. Bəzi yerdə görürük ki, bu ədədin ya o adın başının üstündəki xətt çəkiblər qırmızı, o ehtimalən bir dənə də qərə çəkilibdir, şey olubdur. Görürük beləsi. Buradayıq və getdik bu birisi səfhəyə. Yenə bu səfhəni görürük ki, baş tərəfində çox su varmış. Bu səfhənin arxası, yəni bu vərağın bura B idi, əlbəttə bura A-dır. A tərəf bu səfhə ki, 10-cu vəraqdır, boşdur, onun arxası da boşdur, 11-ci vəraq da boşdur, arxası da boşdur, 12-ci vərağın A tərəfi boşdur, B tərəfinə baxanda görürük ki, yazılıdır və ədəd 9 qoyulubdur hər paragrafın başında. O birisilərdə də görürük, kitabın fiziki vəziyyəti təqribən aynı gedir. O dəyişmir, amma feilən bu kitab 398 səhifədir. Amma bu təzkirə xalis təzkirə olmayacaq. Bunun ayrı olacaqdır. PDF-də də 98 səhifədir. Çünki
hər PDF-in hər səhifəsində kitabdan bir səhifənin əksini görürük. Bu kitabın tarixləri bizə əlbəttə deyir ki, bu hangi zaman yazılıbdır. Çünki ən son tarixdən sonra bu yazılıbdır. Yəni aşağıdan məsələn 900-dən başlayır, yaxın məsələn burada 940-ı görürük, 990-ı görürük. Mən 1000-i də görmüşdüm. Burada 1020-ni ya 1025-i görürük. Yenə burada 1077-ni görürük ən azından. 1128-i gördük burada. 1138-i gördük. 1092-ni gördük burada. Əlbəttə 1128-i gördük ya 132-ni gördük. Burada kitabın 20-ci vərağın A tərəfi yazılı, B tərəfi boşdur. 21-in A və B tərəfi boşdur. 22-nin A və B tərəfi boşdur. 23-ün də A və 23-ün A tərəfi boşdur. B tərəfində başlayır yazmaqlara. 1138 ən şeydir ki gördüm. 1138 tarixlər. 1149-u da gördüm. 1160-ı gördüm. 1161-i də gördüm. 166-nı da gördüm. 1182-ni də gördüm. 1182-ni görəndən sonra Piri Paşa tekiyyəsi. Elə bir tekiyyə gedir ki, hangi tekiyyədə kimlər var imiş. Onların adların yaza gedir. Beləsi görünür. Bunların indi buradaşlarını 1130 neticədən gördük. O yadımda deyil, axır nədək ki dedim. Hər halda onlara baxarıq. O yazılı yazımda feylən fiziki baxırıq, kağız necədir. Ona baxa gedirik. Yenə bir səhifə, iki səhifə, üç səhifə, 4 səhifə boşdur. Ondan sonra başlanır yazmağa. Şeyxülislamlar yazılıbdır. Sonra bir səhifə boşdur. Arxası yenə B tərəfi yazılıdır. Bir səhifə boşdur. Onun iki tərəfi, üçüncü vəraq da boşdur. Dördüncü vəraq boşdur. 5 vəraq boşdur. 6. Bu təqribən kitab boşdur elə bir. Mən beləsi görürəm ki, boşa bənzəyir. Buradan bu yüzə kitab boş qalıbdır. Yəni kağızda yoxdur. Mən gördüyüm buradan bu yüzə kağız boşdur. Səfəni biraz sürətlə, əlbəttə o qədər sürətlə getmirəm ki, birdən bir mətləb olar ya görmərik. Amma kitab boşdur. Bu kitab yazı bölümü çox önəmlidir. Biz baxırıq, görürük ki, mən 200-ci, burada bir yazı gördüm. Baxın, məsələn, dedik ki, 104-də, yox, 104-də, bu dedik daliyə, 106-dır. 106-da bir yazı gördük. 3 sətirlik bir yazı, ehtimalən şeirdir. Onu gördük. Onun tarixi var idi. Baxarıq ona, əlbəttə sonra yenə gəlib baxarıq. 109A boşdur, 109B başlayır yazmağa. Nəzərə gəlir ki, çapdır. Çox belə çapa yaxın bir yazıdır. Yenə burada əlbəttə ki, bundan əks salıb biz verə bilərik. Bunu tapaq kimdir? Çox da riz yazılıbdır. Kəlmələr çox kiçik. Bura indi əl yazıdır. Yəni orar bir cür yazılıb, bura əl yazıdır. Ola bilməz kitabın bir bölümü əl yazı olsun, bir yanı, amma xətt ol 1136-cını burada görürük. Yenə biraz boş qalıbdır. Görək neçə səhifədən sonra biz yetişəcəyik kitabın yazısına. Yəni kitab ehtimalən 124-cü səhifənin A tərəfi boş, B tərəfindən yazı başlayır və davam edir. Bir neçə səhifə və boş qalır. Ondan sonra yenə bir neçə səhifə boşdur. Bu kitab mənə bir fərziyyə verir. Mən o fərziyyənin üstündə danışaram. 147-ci səhifədə
A tərəfi boşdur. B tərəfində 2 paragraf yazı var. Yenə kitab boşdur. Davam edirik və kitaba su gəlibdir. Burada kamil bilinir kitaba nə qədər su gəlib. Bəzi yerdə də qırışmağı da görsənir. Kamil o məsələn burada çox su gəlməsi görünür. Burada daha belə. Ehtimalən bu kitabın aharı yoxdur. Ehtimalən. Kitab boşdur buracan. Təqribən kitabın axirlərinə yetişirik ki, kitabın axirlərində 191-ci səhifədə təqribən kitabın yap qutaran yeridir. Vəraq 1191-ci vərağın A tərəfi boşdur, B tərəfində bir vəraq yazı yazılıb, sonra boş, sonra yenə bir vəraq yazı yazılıbdır və sonra boş, bir vərağın yarısından biraz az yazı yazılıbdır, yenə boş, A tərəfi boş, B tərəfində 4 sətir yazı yazılıbdır, yenə boş və kitab qutardı. Kitabın əkslərini görürük. Baş tərəfdən əks alıblar kitabın. Görürük səfələrə su getmək burada kamil harda görünür, çürümə haləti biraz görünür, cild haləti də görünür. Nədən isə orada bizə cildi görmədik, amma burada cildi görürük ki, hər iki tərəfin cildi var. Sonra burada təhsilat Şəvval sənəyi 1215. Bu kitabın arxasında yazılan bir, ya kitabın üstündə yazılan bir şeydir. Təhsilat Şəvval 1215 belə bir şey bir kağaza yazılıb qoyulub bunun içinə ehtimalən və qutardı kitab. Bu kitabın cildindən sonra gördük bunu da. Yəni diqqət buyursanız ehtimalən bu bir ayrı kağaza elə yazılıbdır, qoyulub bunun içinə, amma da bundan izafi bir şey yoxdur. Qeydaq kitabımızın əvvəlinə və kitabı oxumağa başlayaq. Kitabın əvvəlini gördük burada. Amma ikincidə dedik cildi görmürük. Cildin əksi yoxdur. Çünki əslən qatlanmayıb deyək, qatlanır. Amma orada nədənsə ehtimalən biz bu cildin burasını qatlanır, orasını gördük ona görə. Bu birinci səfəriyə gəldik. 1190 ya 95-də yazılıbdır. Bu ən sonraki olanda Sahib və Maliki, bu kitabın Sahib Maliki. Əvvəl kitabın adını gələk tapaq, şuraq nədir? Sahib və Maliki Hafiz Hüseyin ibn Əlhac İsmail Eyvansarayı Əs-Sakin bi məhəlli Toği dədə Yekçeryan Dərgah-ı Ali 15 Səcbanlar 1195. Bu kitab 1195-də bəllidir ki, bir sahibi var. Pəs bunun əvvəl adından aşağıda yazacaq ki, birinci sahibin tarixi. Sahib, bəlavəyi tarix, bəlavəyi adres. Yəni kitab kamilən adresi vardır. Bu çox önəmlidir. Sahibin adı Sahib və Maliki Hafiz Hüseyin ibn Əlhac İsmail Hüseyin ibn Əlhac İsmail Eyvansarayı sakin məhəllə filan. Burada birinci tarixi görürük. Bu çox önəmli. Tarix önəmlidir. 1195 mən yazıram, amma ola bilər ki 90 olsun. Mən 95 yazıram. 95 olacaqdır. Görürük ki, bu adam bu kitabı alıbdır. Yəni bu kitabın əgər fəqət alınmış, sahib olmuş ömrün hesablasaq 1195, bundan çıxsaq 1448-i, yəni indi 48-ci 253 il öncə bu kitab yazılmış ola bilər. 253 il öncə.
bu kitab yazılmış ola bilər ya da bundan öncə yazılmış ola bilər. Bəs buna bir dənə də artı qoyarıq qabağına ki 250 ildən 53 ildən çox bu kitabın ömrü var. Bu zamanda olduğu üçün ehtimalən çap yoxdur o zaman. Daş çap ola bilər, amma bu daş çapada baxarıq bundan da əks alırıq. Layiqi məthu sənadur aşiqani İvansaray. İvansarayın haqqında bir şeir yazıbdır. Kim bu kitabı alan deyibdir ki, layiqi məthu sənadur aşiqani İvansaray. Səhn əshab oldu cayı oliya o İvansaray. Gəl ziyarət eylə züxri axirətdür müminə. Zəxiri axirəti züxri yazıbdır şeir üçün. Gəl ziyarət eylə züxri axirətdür müminə. Çeşm qəlbi edə pur nur ziya İvansara. Ondan sonra ruh mutaya dua eyləməkə gəl əlün aç. Muta ölü. Ruh mutaya dua eyləməkə gəl əlün aç. Sən dəxi bir gün ölürsün, o duaya muhtac. Deyir ki, sən də hələ bir gün öləcəkdir yəni. İndi ki dirisən, ölülərə dua eylə ki, sən də bir gün öləcəksən və duaya möhtac olacaqsan. İnancıdır da, yəni inancı deyir ki, bir ayrı dünya vardır. Sən o dünyada duaya muhtaçsın. O birisi səhviyyə getiririk boşdur və kitabın içinə getiririk. Bismillahzat yoxdur. Çünki ehtimalən indi bu niyə boş qalır? Bunlara mənim bir fərziyyəm var. Mənim fərziyyəm budur ki, bu kitab bir dərgahda, bir sufiyyə mərkəzində yazılan bir kitabdır. Və zaman içində yazılıbdır. Yəni, məsələn, deyək ki, bu kitab 800-lərdə başlayıb yazılmaq. Əlbəttə, xətt damlısı bir olduğu üçün bir nəfər yazıbdır. Buna da diqqət eləyəcəyik. Əlbəttə, görək ki, bu kitab bir xəttlə yazılıbdır, yoxsa müxtəlif xətt. Məsələn, burada əlyazmanı biz ciddi görürük ki, əlyazmadır. Birinci səhifə kitabı alandır, görürük o əlyazmadır. İkinci səhifə boşdur. Üçüncü səhifə yazılı səhifəni görürük. Burada görürük ki, əlyazmadır və çox gözəl bir əlyazmadır. Kəlmələr yekə yazılıblar, aydın yazılıblar, sətirlərin arasında fasilə çoxdur. Kəlmələrin arasında belə fasilə qəşəngdir, araları çox aralıdır. Amma məsələn, kitabın o birisi səhifələrində, deyək ki, məsələn, bu səhifədə, burada da aynı xətti görürsünüz, burada da aynı xəttidir. Aynı xəttidir təqribən, aynı xəttidir. Bunlar aynı xəttidirlər. Amma kitabın bir yerində nəzərimə gəlir ki, çapdır, əcəbə tapsaq oranı. Tapbağı çətin olacaq, indi qalsın. Əks salmalıyıq əlbəttə kitabdan. Bu nömrəsi olacaq kitabın və buradan bir əks salacağıq. Biz bundan bir əks salaq. Yəni, ən yaxşısı budur ki, kitabın əksini burada salaq və buradan da əks salaq. Görürsünüz, burada kiçik görsənir, amma biz onu burada böyük görürdük, ha. Baxın, burada çox aynı görsənir. Yox, kitab indi külli səhifəni gördüyümüz üçün belə görünür. Mən deyirdim ki, yəni bəlkə o bu kitab ki bir yerdə qalır, aynı xətti ilə yazılmasa bu nəticəni alarıq ki, bu bir mərkəzdəymiş bu kitab, ya indi sufiyyə mərkəziymiş, dərvişlik mərkəziymiş, nə bilim, bir cuşeymiş, zaviyeymiş, bir yeriymiş. Orada bu kitab qalırmış, izafə edilmişlər qaldıqçın. Amma əgər xəttlərin hamısı bir olsa və əlbəttə möhür göstərir bizə ki, o əvvəldəki yazı ki, bu kitab əldən ələ keçibdir. Onun üçün o mərkəzdə deyil. Amma bu kitab bizə göstərir ki, yəni o fərziyyə indi qalıbdır ayrı bir şeylə bunu sabit eləyə bilək ki, iki xətt ilə yazılsa, deyək ki, bunu istəyiblər aralarını qoyublar ki, hər kəs bir ayrı zamanda buna bir şey yazsın. Mən bundan bir əkslər də salacağam, oradan buradan, aha, burada o xətt fərqli olduğunu mən burada hiss elədim.
Buradan da bir əks aldıq. Amma nəzərə gələn ki, bu şeydir. Yəni aynı xətti görürsünüz. Mən hər bölümdən bir əks alıram. Leyli və Məcnun. Burada Leyli və Məcnun. Çox gözəl. Bu çox gözəl, çox gözəl. Bunların hər kəs kim nə iş görür, bunu da yazmağa. Bir dənə də şeir var burada. Çox cəlibdir. Bundan da əks aldıq. Yox, mənim nəzərimə gəlir ki, əl yazıdır. Şey deyil, yəni bir əl yazıya bənzədirəm. 2 dənəyə bənzətmirəm. Tamam, bu qədər yetər. Sonra oxuduqca əks alarıq, qeydək kitabın içinə və buradan oxumağa başlayaq. Mürəkkəbin dağılmağı bizə burada görürük ki, orada su dağılıb, mürəkkəb dağılıbdır bu səfədə. Bu PDF-də 5-ci səfədir. Görürük. Xəvas-ı illiyə. Elə kitab beləsi başlar. Əvvəldə o malikiyyət idi, oxuduq. Malikiyyətdən sonra bir səfər ağdır və ondan sonra kitab beləsi başlanır. Kitab qətiən yarımçıqdır. Çünki bu yer qoyubdur ki, ayrı mətləbləri burada yazsın, yazmayıbdır nədən isə. Hər nədən dolayı yazmayıbdır. Əvvəldə Bismillah yazacaqdım. Sən burada yer qoyubdur, Bismillah yazmağı ehtimalən. Yəni, bunun olmaz ki, kitabı, məsələn, belə bir kitab Bismillahsız başlanmaz. Xəvas-ı illiyə. Görürsünüz, burada da elə bir ki, məsələn, bir səfələr düşübdür. Diqqət buyurun, çünki nəzərə gəlir ki, kitab heç satsız, yəni bir yerdən əcib başladı. Bu xəvas bir yerə bağlı olmalıdır. Xəvas-ı illiyə təbir olunan Həzrət Əbi Əyyub Ənsari rəziyallahu anhu türbələri vaqe olan bəldə-i əzimə ki, vaxtımızda hala məxrəci payəsinə rütbə-i mövləviyyəyi tərfi olunub, ibtida zəbt edən Şeyxzadə Seyyid Məhəmməd Əfəndi ki, hala pirayi şər-i şərifdir, ol bəldə-i lətifənün dərunündə məzbur türbə-i şərifənün və qürbündə Əbulfəth Sultan Məhəmməd xan Qazinin bina buyurduqları cami-i kəbirün dəxi ətrafi cəvanibində mədfun olan üləma və məşayix və məzinne-i kəramət neçə güruhu əlliyənin tarixlərdə yazıldığı üzərə ərbabi məhəbbətün ziyarətləri asan olmaq üçün hər birinin ismləri və tarixləri mümkün olduğu mərtəbə təsrih və təhrir olunub. Orada ölənlərin adını ehtimalən burada yazacaqdır. Ərbabi mütaliə olan əhl-i məhəbbətdən bir duayı xeyr dəryüzə. Dəryüzə dilənmək. Dəryüzə və rica olunur və səlam. Əvvələn və axirən və batinən və zahirən və elhamdülillahi rabbil aləmin. Zahirən belə nəzərə gəlir ki, bu bir ayrı kəlmənin ya naqis qalıbdır. Yəni, ya cırılıbdır, ya hər nə olubdur. Bu ədədlər üstünə qoyublar, sonralar qoyublar. Çünki beləsi başlamaz kitab. Kitab əsla və əbəda bu şəkildə başlamaz. Çox belə kitab ilə əvvəldə girib ki, Xəvas-ı illiyə təbir olanlardan Həzrət Əbi Əyyub Ənsarinin türbəsi filan yerdədir. Onun yanında da filan kəslər ölüblər. Onların adları yazılır. Onlara dua ehtiyac var filan bəhman. Əş-Şeyx, orada olanların adı kimdir? Əş-Şeyx Baba Yusuf Beyrami. Hacı Beyramın xulafasına. Hacı Beyram ki, təsəvvüfdə çox adı, məşhur bir adı vardı Türk dünyasında. Türk dünyasında çox məşhur bir arifdir. Bunun xəlifəsiymiş ki, dünə xəlifə yəni nə mənə? Yəni, o adamın
işlərinə yetişən bir adamdır. اعتماد و مورد وثوق. Şeyh Baba Yusuf Beyrami Hacı Beyramın xulafasındandır. Sultan Bayezid Vəli camiində əvvəl o Sultan Bayezid bir dənə məscid düzəldib bu məntəqədə. Hara idi buranın adı? Dedi ki, Bəldə-i Əzimə ki, vaxtımızda adı nədir? Hala məxrəc payəsinin rütbə-i Mevləviyyəyə tərfi olunub. Şəhrin adını niyə yazmadı? İbtidai zəbt edən Şeyxzadə Seyyid Məhəmməd Əfəndi ki, hala pirayi şər-i şərifidir. Ol bəldə-i Lətifənin dərunində məzbur türbə-i şərifin və qurbündə Əbülfəth Sultan Məhəmməd Xan Qazinin bina buyurduqları cami-i kəbirün dəxi ətraf cəvanibində mədfun olan üləma və görürsünüz o şəhrin adını yazmır. Yəni ən azından mən bilmədim. Yəni bəlkə insanlar bilirlər ki, Əbu Əyyub Ənsarinin qəbri hardadır. Bu calibdir, bunu axtarmaq lazımdır. Bu Şeyx Baba Yusuf Beyrami Hacı Beyramın xulafasındandır. Sultan Bayezid Vəli adı budur. Bir məsciddir, adı Sultan Bayezid Vəli. Camiində ibtidai cümə qılındıqdan sonra bunlar vəz etmişdir. Yəni bu adam, bu Hacı Beyram, Şeyx Baba Yusuf Beyrami, bu o məscidi açanda, yəni Sultan Bayezid o məscidi tikdiribdir. Onu açanda əvvəlin cümləsində bu namazı qılıbdır, vəz eləyibdir. Belə bir adamdır. Tarixi vəfatı bu ləfzədir. Zikr 920-dir. Zikr, əcəba, bunlar indi ehtiyac vardır ki, zikr sözü, əcəba zikr sözü 920 ola bilər ya yox. Bunu yazıbdır. 920-ci ildə vəfat edib bu adam. Hacı Şeyx Baba Yusuf Beyrami. İkinci adam və Şeyxül İslam Əfzəlzadə Əs-Seyyid Həmideddin. Bu Əfzəlzadə şöhrəti, məsələn deyək, soy adıdır. Adı Əs-Seyyid Həmideddin Əfzəlzadə ki, Şeyxül İslamdır. İstəsək düz oxuyaq, gərək beləsi oxuyaq bu günləri. Şeyxül İslam Seyyid Həmideddin Əfzəlzadə. İstanbulda iki nişancı müqabilində bir yerdə adı iki nişancı, əlbəttə yeki yazıbdır, iki yəni, yeki nişancı, yeki ya da yaxçı nişancı, o da bilər o məniyə də olsun, amma burada yeki mən iki oxudum, ola bilər qələt oxuyam, yeki nişancı, yəni yaxçı nişancı müqabilində bir məscidi və küçək qərmanda Şəkərcilər xani ittisalində, oradakı bir-birinə yetişir Şəkərcilər xani. Xan, deyək ki, biz İranda nə deyirik buna? Təbrizdə bazarın içində saray deyirlər, fikirlərəm. Karvansaray. Saray, karvansaray. Deyir ki, orada köç qurmanda, bu indi köç qurman haradır? Şəkərcilər xani, Şəkərcilər saray işlər. Bazarın bir bölümü ki, onu adladı, ittisalində bir mədrəsəsi və sair xəbəri vardır. Xeyri vardır. Bir mədrəsəsi və sair xeyri vardır. Orada bir mədrəsə düzəldib, bir ayrı deyir xeyirlər də var. Mümkün su düzəldibdir, yəni o çəkibdir, bu cür bir şeylər. Vəfatına həzr sözü, həzər, dal, z və r, yəni zal və r. 908-də bu adam orada ölübdür. Ləfz-i tarix dediyimiz ki, odur. Və Şeyxül İslam Sədi Çələbi Sədullah İbn İsa mədfunudur. Bu Şeyxül İslam Sədi Çələbi Sədullah İbn İsa. Bu da mədfundur. Harda? Tarixi vəfatı Qəndinin bu Misr-ididir. Bu Misrəidir. Bir dənə Misrəidə yapır ki, deyir ki, tarixi vəfatı Qəndinin bu Misrəidir. Bəqaya köçdü Səədeddin Sani. Bu şeir ki, burada görürük bir misrə, bu bunun ölümünün tarixidir.
940-da vəfat edib, dediyimiz kimi. Kitab görürsünüz belə bir şəxsiyyətlərin haqqında yazılıbdır və əlbəttə iş diqqət eləmədim ki, bunlar görüm hangi məsələn şeyx kəlməsi üstündə başlanır. Şeyx ilə yazılanları burada gətirir, görürük. Sultan Murad Rabiün nədimələrindən kimdir? Oxu, bu da calib. Yəni adamların hamısı calibdir. Yəni bunlar bizim şəxsiyyətlərimizdir. Amma təəssüflə hikayə kimi olmadığı üçün yoruldum mən indidən. Onun üçün bunu biraz getiririk. Sultan Murad Rabiün nədimələrindən Şəhid Musa Çələbidəxi anda mədfunudur. Bu da orada mədfundur. Bu da nədiməsidir. Yəni yoldaşlarından deyək, ya onu yekəldənlərdən Sultan Murad Rabi, 4-cü Sultan Muradı yekəldənlərdən biridir bu. Zövri Çələbi vəfatına bu tarixi demişdir. Zövri Çələbi adında bir şəxs belə bir onun vəfatın bir şeirindən deyibdir. Musaya cəmali ilə təcəlli qıla bari. 1042 yəni. Ehtimalən Musa sözü onun qırmızı xəttindən bunun üstünə çəkibdir. Beləsi görürsünüz bu kitabın cəzzabiyyəti insanları tanımaqdadır. Təhqiqi bir şeydə bu kitaba müraciə eləmək məncə ola bilər. Mənim indi feylən belə bir kitab məni yorur. Çünki fəqət çox xülasə adamların adına işarə olur və getirilir. Əlbəttə ki, bunu bir-iki yerdə gördük, bir-iki adamın şeyi var idi. Bustan və Bustan iskiləsi tərəfində Cami-i Şərifin Holi Qəpusi xaricində Sədri Əsbəq Əyas Paşa qəbrinin qubbəsi ittisalində sabiqən mərrətən bədə uxra rəis-ül küttab olan tavuqçu başı damadi Əlhac Mustafa Əfəndi mədfundur ki, tarixi rəqəmisi budur 1162. Hala oğlu Əbdülrəzzaq Əfəndi dəxi hər halda bu kitab 1995-dədir. Biz burada 900 yəni kitab alınıbdır. O bilirik. Bunlar yazılanda 1162-ni yazıb məsələn burada. 1180-ni də gördüm aşağıda. Hala oğlu Əbdülrəzzaq Əfəndi dəxi orduy Humayunda rəis-ül küttab olmuşdur. Mərhumun məskətür rəsi olan Qəstəmunidə mədrəsə və çeşmə və xan əmsali xeyratı vardır. Və İstanbul'da dəxi bir kitabxana binası vəsiyyət edib təyin eylədiyi vəzifə lazimələri hala xuddaminə da əda olunur. Lakin hənuz bina olunmamışdır. Kitabxana tikilməyib, amma onun pulunu verib də adam yazıq. Allah rəhmət eyləsin. Belə bir adamlar var imiş. Və Sultan Əhməd xanın axiri səltənətində həkimbaşı bulunub. Culusi Məhmud xanidən 2 sənə mürurində Sədr Anatoli payəsi ilə Məkkə-i Mükərrəmə qəzası tövcih olunub. Bədəl əzl İstanbul'da vəfat edən ism ehtimalən yazılıbdır, amma satla yazıldığı üçün o ismi yazıbdır. Amma nəyə satının yazıb onu bilmirəm, çünki bu adam savad zabıdır. Mustafa Feyzi Əfəndi mədfundur ki, Şeyxülislam Həyatizadə Məhəmməd Əmin Əfəndinin böyük bəradəridir. Səng məzari 20 Qəpuli Xacə Məhəmməd Rasim Əfəndinin əsəri qələmi mühtərəmidir. Bir nəfər də bir dana kitab yazıbdır. Tarix rəqəmisi budur. 1101. Gördüyünüz kimi bu kitab mənim üçün ağırdır. Bundan keçirəm. O birisi kitaba baxaq görək ki, bunu beləsi deyim. Burada yazılsın, qalsın. Bu buna baxsın, görək ki, nə deyəcəkdir bizə.
bunun adı nədir? Bir dənə kitab açmışdıq, ona nə gəldi? Aha, budur. Fihristi Məktəbətü Lala İsmail. Bu günləri Ağustos'un 15'idir və mən əlyazma kitablara baxarkən Fihristi Məktəbətü Lala İsmail adında bir PDF-ilə bu günləri Ağustos'un 15'idir və mən əlyazma kitabları açıb oxurkən bir kitaba rast gəldim. Adı Fihristi Məktəbəyi Lala İsmail PDF-i. Bu kitabın 27 vərəqi olmalıdır ki 44 səhifəyə müadil olar. Amma bu 44 səhifə özü bir ayrı kitabdan bir bölümdür. Çünki yazılar Lala İsmail adına yazılan yazılar 101-ci səhifədən başlanır ki, səhifənin başında yazılıbdır və bir fotokopudur. Yəni bu əsl əlyazma deyil, amma fotokopudur. Burada 100-cü səhifədən başlayır və 101-cidə 100-cü səhifə ayrı bir kitabdır. Əlbəttə ayrı bir kitabdandır ki, Ferdovs Aşiyan Qazi Sultan Abdülhamid Xan ol Tabesera Həzrətləri tərəfindən vəqf və təbərrü buyurulmuş olan kütüb və risalenin ədəd və əsami mübəyyən dəftərin nəhayətidir. Burada görürük ki, o Sultan Abdülhamid Xanın vəqf elədiyi və kitabların əsamisi 101-də qurtarıbdır. 101-də Lala İsmailin kitabları başlanır. Bu adla orada bir yazı görürük ki, bunu oxuyaq. Cənnət Məkan Qazi Sultan Abdülhamid Xan əvvəl Tabesera Həzrətlərinin kitabxane şəriflərinə Lala İsmail Əfəndi mərhum tərəfindən 1199 tarixində vəz və ihda olunan kütüb-i mövqufənin dəftəridir. Buradan bu üzə o kitabın davamında görürük ki 1199 tarixində Lala İsmail Əfəndinin kitabları Sultan Abdülxan əvvələ təqdim olunubdur və ondan bir siyahə tutulubdur. Bu siyahə 102-ci səhifədən başlayır yazmağa və gedək görək ki, neçinci səhifəyəcən davam edir. 153-də ehtimalən qurtarır. 150 Lala İsmail Əfəndi, yəni 151-ci səhifədə belə bir şey var, yazıb ki, Lala İsmail Əfəndi mərhum tərəfindən Həmidiyyə kitabxanəsinə vəz və ihda qılınmış olan kütüb və rəsailin ədəd və əsamisini mübin dəftərin nəhayətidir. O, bu dəftərin sonu buradadır. Amma bundan sonra bir kitabla bir az kitab görürük. 152-ci səhifədə bir neçə kitab görürük ki, burada yazılıbdır. Bəli, bunlar da Lala İsmailin kitabları olacaqlar. 152-ci səhifə. Çünki burada bir sütunda Əsamiyə Funun deyə yazılıbdır. Onların müqabilində səfhələri yazılıbdır. Ədəd-i cildi yazılıb ki, neçinci cildidir ya şeydir və ondan sonra Əsamiyə Funun yenə də ehtimalən bu səfhə kitablarının adı deyil. Bu o kitablarda gələn mühtəva ola bilər. Amma Lala İsmail Əfəndidən yenə kəşfül qəraət, kəşfül təfsir belə bir şeylər görürük ki, burada yazılıbdır. Ondan sonra bir müxtərə yazılıbdır. Bu müxtərəni də görək, sonra davam edirik. Amma indi burasını oxumuram, qeyd edirəm ən əvvəlində, çünki bizim apardığımız araşdırmalar haqqında burada ciddi bir kitablar var. 103-cü səhifədə Kutub-i Hədis deyə kitablar burada yazılıbdır. Ət-Təqyid vəl-İzah kitabın ehtimalən bunlar nə olacaqdır? Məncə səfədə görsəm. Cild, lisan, xətt. Bu cür deyə yazılıbdır. Sonra Əsami müəllifin, tarix vəfat hicri, mülahizat. Ət-Təqyid vəl-İzah bir cildi ərəb dilindədir, nəsx xətti iləndir. Əbdülrəhim ibn Hüseyn Əraqi.
Bunları getiririk Şərhül Lefiyyə və filan, bunları keçəndən sonra yetişirik o yer ki, bizim dərdimizə dəyər. Yəni fiilən hədis bölümünə baxanda bunları görürük. Şərh-i Hədis Ərbəin bir cild Farsi təliq xətti ilə Əbdürrəhman ibn Əhməd Cami 892-də fot eləyibdir. Şərh-i Hədis Ərbəin bir cildidir. O da Farsidir. O da təliq xətti iləndir. Nuri Əfəndi 995 Hicridə fot eləyibdir. Lövhə və cədvəlləri məzhubdur. Məzhub yəni qızıl qoyublar, altınlıdır. Şərh-i Hədis Ərbəin bir cildidir, türkçüdür, təliqdir. Yazanın adı bəlli deyil. Bu şərhidir əlbəttə. Şərh-i Hədis Ərbəin bir cildidir, türkçüdür, təliqdir. Ayas Paşazadə Xaqani yazıb onu və 1015-də fot edibdir. Şərh-i Hədisi Əl-Ərbəin bir cildidir, türkçü dilində təliq xətti ilə Məhəmməd Əş-Şəhiri Oğucizadə 1039-da fot edibdir. Şərhi, bunlar şərhidirlər. Şərh-i Hədis Ərbəin bir cildidir, türkçü dilindədir, təliqdir, adı yazar bəlli deyil, cədvəllər lacəvərd lövhə müzəhhəbdir. Biz də bunu görmədik. Geçir 104-cü səhifəyə, bunlar devam edir. Əl-Cami-ü's Səğir, bunu işimiz yox. Cəlaləddin Əbdürrəhman Suyutinin kitabıdır. 911-də Əbdürrəhman Suyuti fot edibdir. 37-ci nömrəli kitab Şərh-i Hədis Ərbəin bir cild türkçü nəsx Əbdüssalam ibn Nü'man. Bu da lövhə və cədvəlləri müzəhhəbdir. Bizim kitabımızda əgər yadımda olsa müzəhhəb bir şey yoxdur. Əlbəttə müzəhhəb var. Niyə? Müzəhhəb idi. Əgər səhv baxarıq da zaşdan kitaba. Nəcatuz Zakirin fil ədiyyə bir cildidir, Farsidir, nəsx xətti ilədir. Əbu Bəkr ibn Muhammed Əs-Seylani 562-də fot edibdir. Şərh-i Əsma-i Əshab-i Əl-Bədr. Bu da bir cildidir, ərəbi, ərəbcə yazılıbdır. Adı, yəni dili ərəbidir və xətt ərəbdir. Şeyx Taha Əl-Hələbi 1164-də fot edibdir. Şərh-i Nəccar Əl-Müsəmma Bil-Kəvakib Dərari bir cildidir, ərəbidir, ərəb xətti ilə yazılıbdır. Məhəmməd ibn Yusuf el-Kermani 786-da fot edibdir. Sonra 41, 42, 43, 44, 45 nömrəli kitablar, yəni 1-dən 5-ə can qoydu. Şərh-i Cami-i Səğir Əl-Müsəmma bi Feyzül Qədir adında 5 cild ərəbidir, ərəb dilidir. Məhəmməd ibn Əbdülrəuf Mənavi. Cədvəllər sürx lövhələr müzəhhəbdir. Bunlar görürsünüz. Şərh-i Ərbəin yəni hədis var, 46-cı kitabdır. Şərh Hədisül Ərbəin bir türkçü təliq İsmail Haqqi Əl-Bursəvi 1127-də yazılıbdır. Şərh-i Hizbül Əzəm, biz onu oxumadığımız üçün baxın görün ki bir ayrı şərhi də var ya yox. Hədislər bunlardır. Əlbəttə bundan sonra devam edir bu birisi səhifədə. Şəvahid-ü Nüvə Əl-Uhud-ül Məhdiyyə Cəhad Təşrif və Manəsibəl Hicrə. Burada hər halda bu kitabın burada Əl-Mövzuat min Əl-Əhadis ki, burada da bir ayrı kitabdır və ondan sonra fiqh kitablarına keçir. Burada biz görürük ki, kitablar şey üzərindədir. Əcəba bunların siyasisi varmı, dövlət işi varmı da ona baxım, sonra səs qoyaram. Bunu baxaq görürük ki, bu kitabların içində Təsəvvüf və Əxlaq, əlbəttə bunları içindən necə biləcək ki, o kitab bizimdir, yox təsəvvüf və əxlaq filan. Cəlibdir, bu kitab özü bizə deyir ki, o zamanda hangi dildə çox kitab var, bunu da görürük. Bu kitab, bu list çox gözəl bu kitabdır. Burada əslən bu kitabın üzü ilə adam eləyə bilər desin ki, Osmanlı dövründə hangi dildə kitab çox yazılıbdır. Burada mən siyasilərə baxıram. Görək ki, siyasi kitablar varmı, yoxmudur? Bunlar fiqhdirlər. Kütüb-ül Əxlaq və Mü'üzə. Ehtimalən bunlarda da ola bilər, əlbəttə. Əxlaq və Mü'üzə burada ola bilər.
o kitablar. Bu çapı kitabdır, sonralar çap olub əlbəttə. Nəsihətül Muluk Əbu Hamid Muhammed ibn Əbu Hamid Muhammed bin Muhammed el-Ğəzali 505-də Allahın rəhmətinə gedibdir. 10-cu Nəsihətül Muluk. Kütübül Əqaid vəl Kəlam bu bizim dərdimizdə, yəni o təhvilimizdə demək. Kütübün Nucum vəl Zəfr. Calibdir burada. Bu adamın kitabları əlam vardı. Biz bunu görə bilirik. Kütübün Nucum vəl Zəfr. 277-dən başlayır ta 293-ə qədər. Yəni 3 dənə oradan, 4 dənə oradan, 16 kitab ibarətdir. 16 kitab ibarətdir bu bölümdə. Tabi tarix, təvarix və seyr və siyər. Burada da çox cəlib kitabların adını görürəm, amma heyif ki biz bunları oxumuruq da. Yəni bunlardan xəbərimiz yoxdur. İnşallah bunlar qalırlar, oradan getməyiblər. Kütüb-i Tibb. Çünki Mustafa Paşadan sonra, yəni Atatürkdən sonra bu kitabların bir çox aradan getmiş ola bilər. Kütüb-i Tibbidir. Ondan sonra burada Kütüb-i Tibb nə çoxdur? Əl-Məcami el-Müxtəlifə, mövzuat-ı müxtəlifə. Burada da Cəlaləddin Suyutidən kitablar görürük. O, nə də çoxdur, maşallah. Adamlar yazıblar da Əl-Məcmuətür Rəsail, Məcmuətür Rəsaildir bunlar. Yəni içində çoxlu bölümləri yazıblar. Burada görürük. Qazi Sultan Əbdülhəmid xan ol Tabsara Həzrətlərinin kitabxane şəriflərinə Lala İsmail Əfəndi mərhum tərəfindən vəz və ehda buyurulmuş olan müəllifat-ı mövcudə bu dəfə bil müayinə isimləri dəftərdə göstərildiyi və vəch ilə mükərrat ilə bərabər 764 kitab nəfisədən ibarətdir. Gedib kitabları bir-bir sayıbdır. 764 kitab Lala İsmaildən qalıbdır. Burada yine ədəd məcudələri havi lüğat müxtəlifədir. Qutarı burada, yəni kitablar qutarıbdır və buradan bu üzə onların içində hər kitabda nə mənə ola bilər, bəlkə onlara görə bir şeylər deyir. Mən istəyirəm görüm ki, bəlkə bunun siyasi bir konusu ola bilər. Onu da görmədim ki, qaldı yəni. Kitabımız, bu kitabın haqqında biraz məlumat verək buna. İkinci kitab ki, bu günləri oxumağa başladıq. Bir əl yazma kitabdır ki, PDF-də 398 səhifə görsənir. Kitab da 398 səhifədir. Amma bu kitab çox əcib bir kitabdır. Kitabın cildi göndən ya dəridəndir, amma başlanğıc cildi yoxdur, cırılıbdır. Ondan sonra bir nömrə qoyulub, ehtimalən kitab nömrəsi ya kitabxana nömrəsi ola bilər, latincə 193 və sonra ikinci səhifənin A tərəfində o yazılmışdı, B tərəfində birinci vərağın B tərəfində sahib və Malik Hafız Hüseyn İbn Əl-Hac İsmail Eyvansarayi Əs-Sakini bi məhəlli Tuğidədə Yekçeriyan dərgah Ali 15 səcbanlər 1195. Yəni bu kitab 1195-də satılıb da alınıb bir nəfərin əli ilə. Yəni 253 il öncə bu kitab bir nəfərin əlindədir. Sonra bir şeir yazıbdır. Layiqi mətü sənadur aşiqan Eyvansaray. Səhnə əshabul dücai oliya Eyvansaray. Gəl ziyarət eylə züxr ahirətdür müminə. Çeşm qəlbi edə purnur u ziya Eyvansaray. Sonra ruh mutaya dua eyleməkə gəl əl aç. Sən dəxi bir gün olursun o duaya muhtac. Bu vəraq qurtarır, arkasında da bir şey yoxdur. Kitab bismillahsız filansız başır. Əlbəttə kitabın
PDF-də adı təzkirədir. Və təzkirə olmağı da bir görürük, çünki hər səhifədə bir neçə dənə böyük insanın adı var. Birinci kəlmə beləsi başlanır. Yəni oradakı alım-satım bölümündə bir adam əl yazmışdı. Aynı əl yazma təqribən burada təkrar olur. Bu birisi səhifədə, yəni ikinci vərəqin A tərəfi boşdur. B tərəfində xəvas illiyə təbir olan Həzrət Əyyub Ənsari rəziyallahu anhu türbələri vaqe olan bəldə-i əzimə ki vaxtimizdə hala məxrəc payəsinə rütbə-i mevləviyyəyi tərfi olunub, ibtida zəbt edən Şeyxzadə Seyyid Məhəmməd Əfəndi ki hala pirayi şər-i şərifidir. Bu adam diridir ehtimalən Seyyid Məhəmməd Əfəndi. Ol bəldə-i lətifənin dərunində məzbur türbə-i şərifənin və qurbündə Əbülfəth Sultan Məhəmməd Xan Qazi bina buyurdukları cami-i kəbirün dəxi ətraf cavanibində mədfun olan üləma və məşayix və məzinne kəramət neçə güruh illiyənin tarixləri də yazıldığı üzərə ərbab-ı məhəbbətin ziyarətləri asan olmaq üçün hər birinin ismləri və tarixləri mümkün olduğu mərtəbə təsih təhrir olunub. Ərbab-ı mütalə olan əhl-i mühəbbətdən bir duayı xeyirdir dəryüzə, bir duayı xeyr dəryüzə və rəca olunur. Və səlam əvvələn və axirən və batinen və zahirən və elhamdülillahi rabbil aləmin. Ondan sonra başlayır insanların adını gətirməyə. O Seyyid Məhəmməd Əfəndi o zaman diriymiş və orada o dəfn olan adamların adı bir Şeyx Baba Yusuf Beyrami ki 920-də ölübdür və Şeyxülislam Əfzəlzadə Əs-Seyyid Həmiddin 908-də ölübdür. Şeyxülislam Sədi beləsi davam edir. Bir neçə vəraq bu cürsə davam edir və kitabın bir çox səhifələri bu 398 səhifənin vəraqlarına baxsaq, əgər şey olsaq, mən beləsi saya bilərəm. Yəni qeysaq əvvələ birinci səhifə ki, o vəraq səfhə ki malikindir, onu hesaba gətirsək ki, yazı hesab olur. O bir səhifə, bu iki səhifə, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 17 səhifə yazılıbdır. Ki gəlir kitabın 10-cu vərağına. Yetişirik 10-cu səfhənin A tərəfi, yəni B tərəfi qutardı. Kitab 10-cu vəraq başlarında ağdır. 1, 2, 3, 4, 5, 5 vəraq, 5 səfhə boşdur. Sonra bir ayrı mətləb başlanır yazmağa. 1, 2, 3, 4, 5, 6, 7. Yəni 7 səhifə yazılı. Ondan sonra 1, 2, 3, 4, 5 səhifə ağ. Ondan sonra yenə yazılır. 1, 2, 3, 4 səfə yazılı. Ondan sonra başlayır. 1, 2, 3, 4, 5, 6, 5 səfə boşdur. Ondan sonra 6-cı səhifədən başlayır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 səhifə, 13, 14, 15, 16, 17. 16 səhifə yazılıb, bir səhifə boş. Yenə başlayır 1, 2, 3 yazılıb. Ondan sonra boşdur. 3-də də 3 sətir vardı. Ondan sonra 1, 2, 3, 4 səhifə boşdur və 5-ci səhifədə bir də baxım görün ki, bu 5 oldu. 1, 2, 3, 4 səhifə boşdur. 5-ci səhifədən yazı başlayır. Bir səhifə yazı olur. Ondan sonra boşdur. Yenə bir səhifə yazılıb. Bir səhifə 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Boşdur kitab da buranı saymıram. Çünki beləsi deyək qeyd-etsəm, əgər ora baxsam. Vəraq hesabı ora qeyd-etsək, baxsaq, o bizi rahat elər. 38-ci vəraqdan başlayır, boş qalır ta davam eləyək beləsi.
38-ci vərəq boşdur. Kitabın özünün üstündə yazılan vərəqi dedik 38-ci. Kitabın özünün üstündə latincə yazılmışdı 38. Hala davam edirik boşluğa. 105-ci vərəqin A tərəfi boş, B tərəfində yazı var. 2 səhifə və boşdur. 2 səhifənin də birinci səhifəsi kamil, ikinci səhifə 3 sətir yazılıbdır. Ondan sonra boşdur. 1, 2, 3. Yəni, desaq beləsi, desaq yenə. 104-cü vərəqin A tərəfində 3 sətir vardı və B tərəfi boşdur və ondan sonra boşdur ta 109-cu vərəqin A tərəfi boşdur. B tərəfində başlayır yazmağa. 1, 2, 3, 4, 5, 6 və boş ondan sonra olur. Yəni, neçinci səhifədən boş olur, orada baxaq. 112-ci səhifənin A tərəfində yarıyacan yazılıbdır. B tərəfi boşdur və B tərəfi boş olandan sonra davam edirik. Görək ki, harada bu yazılacaq. Boşdur. Ta 121-ci səhifənin A tərəfi boşdur. B tərəfində yazılıbdır. 1, 2, 3, 4, 1, 2, 3, 4, 4 səhifə yazılıbdır. Ondan sonra boşdur. Yəni, 126-cı səhifənin A tərəfi yazılıb, B tərəfi boşdur və gedirik ki, görək haradan yazılıbdır. Boşdur bunlar. 147-ci səhifənin A tərəfi boşdur. B tərəfində yarıyacan yazılıbdır və ondan sonra yenə boşdur. Yəni 148-ci səhifənin A tərəfindən boşdur ta. Gedək görək haracan yazılıbdır. Kitabın 191-ci vərəqində A tərəfi boşdur, B tərəfində yazılı yazılıbdır bir səfərlik və ondan sonra 192 boşdur, 192-nin B tərəfi yazılıdır və 193-ün A tərəfi boşdur, B tərəfində yarı səhifə yazılıdır, 194 A tərəfi boş, B tərəfində 4 sətir yazılıdır. 195-dən boşdur ta kitabı qurtardıq və bunlardır. Axiri düşməyibdir. Buna mən onu da deyim. 2-nin axirin ehtimalən bunlar düşməyiblər. Tamam. Okay. 191-ci səhifənin A tərəfi boşdur, B tərəfində yazılıbdır. 192 səhifənin 192 vərəqin A tərəfi boş, B tərəfi yazılıbdır. 193-cü vərəqin A tərəfi boş, B tərəfində yarıyacan yazılıbdır. 194 A tərəfi boş, B tərəfində 3 sətir 4 sətir yazılıbdır. 195 boşdur. Oradan ta kitabın sonuna gəldik. Ayda, yenə bunları zəbt eləməmişik, qeyd etməliyəm, bir də arxadan bunları deməliyəm. Bugün çox təkrar elədik bunları. Kitabın sonlarına gəldik, yetişdik və kitabın 191-ci səhifə A boşdur, B yazılıbdır. 192 A boşdur, B yazılıbdır. 193 A boşdur, B yarıyacan yazılıb. 194 A boşdur,
B-də 4 sətir yazılıbdır. 195-dən o üzə boşdur və kitab qurtardı. Tamam, bu beləsi qalsın. Bu kitabımız bu cüzü keçsin. Bundan əlbəttə ki, bu da bizim böyük məşayiximizin yazılarıdır və bunu da görmək lazımdır. Gedək bir ayrı kitab açaq ki, bu günləri bir kitabla heç olmasa biraz tanış olaq. Əlbəttə burada kitablar ki qoymuşuq, tarixi Quranı oxumuşduq, tarixi Təbərini farscasıdır, bu ehtimal verirəm, fəqət açaq baxışır farscasıdır, bəli, farscasıdır, görmüşük bunu. Buna görə istəmirəm ki, bunu danışaq və gedək bu birisi kitaba. Görək ki, hangi kitabı burada açmalıyıq, ona baxaq. Bu kitab təzkirə, vaqəən adı da yoxdur, elə təzkirə deyək və o qədər keçsin. Əlbəttə, kitab o qədər deyil, yazısı çox azdır. Umarım bir şey çıxadaq ki, bu neçə səhifədir. Bunlar gördük, bunu oxumuşuq, tarix Quranı oxuduq, tarixi Hədis, Lala İsmail'dən. Bu kimdir? Bu nə kitabıdır? Lala İsmail. Lala İsmail'in dedik 700 neçə tane kitabı vardı. İndi Süleymaniye kitabxanasına gedibdi. Burada Lala İsmail'in möhrünü görürük. Yıxdı. 144 nömrəli kitabdır Lala İsmail'in kitabında. Və cildin özünü görmürük, amma səfənin özünün içində səfə cildə yapışan kağız sarıdır. O ki, həm cildi yapışır, cildə çıxılır, həm də kitabı yapışdırır bir şeyə. Ən mühüm səfə də odur, yəni möhkəm səfə də odur. Aşağıda üstdə Lala İsmail'in möhrünü görürük ki, adı var 144 nömrə və aşağıda bunu görürük. Sonra kitab yazı ilə başlar, amma nəzərə gəlir farscadır bu kitab. Mən bundan biraz baxım. Əgər farsca olsa, fikirəm ki, bunu görmüşdük. Birazı farscadır, ondan sonra gedir ərəbcəyə çevrildi. Burada bir şey dedim, Əl-Kitabu Əbul-Vəfa İbn Əqil fi kitabihi el-müsemma bil-fusul İnnehu sahhatir rivayete an Ahmed ibn Hanbel innehu semi'el gana'a ində ibnihi Salih və qalə şarih. Nə mənə belə bir şeydir. Ərəbcədir burada. Aha, yəni bir neçə ehtimalən bir neçə səhifə farscadır. Bunu baxsaq, 3-cü vəraq, 4-cü vəraq, 5-ci vəraqda qutarıb. Yəni 10 səhifəlik əvvəldə bir farsça yazı ilə ehtimalən, əlbəttə bu da farsça deyil, yəni türkcədir. Salibdir, bunun bir bölümü türkcədir. Qeydim, buna bir də baxım. Salibdir bu kitab. Aha, 6-cı səfhədən desək, əgər beləsi desək, bu 3-cü vəraq görürük burada. Burada zahirən farscası qurtarıbdır. Yəni, bir də qeysək bunu əvvəldən. Baxın, bu 1 səfhə, 2 səfhə, 3, 4-cü. 4-cü səfhədə kitab qurtarıb. Aşağıda yazıb ki, xət dedi, ya xət dedi, nə mən ərəbcəymiş. Rəeytü Rəbbi fi surəti imrəin qət. در آن صورت تجلی کرده است و پرستش نکند و سجود نکند و کافران عالم عشق را و مشرکان و منکران خطوط الهی بر حسن جمال آدم خوانند. ایشان را مکش و خود را بزی. تعظیم و جمال و حسن و کمال محبوب شده که چون عاشق من شوی من عاشق تو شد و چون من عاشق تو شدم تو را به کشتن میدهم والله اعلم بالصواب. Beləsi bir şey deyibdi. Ondan sonra bu calibdir, bu çox mühümdür. Bu kitabı görmüşük. Niyə görmüşük? Çünki mənim yadıma ki, Usuli silsilə-i təriqət-i Mevlana Cəlaləddin Qəddəsə Sirruh türküdür və bu kitabı görmüşük. İndi yadıma düşdü. Bunu da qoyaq qırağa.
Bu kitabın da əlbəttə adı bəlli deyil, amma adı o əsli kitabda Lala İbrahimin kitabında var. Burada hamısını Lala İbrahim deyə qoyublar. Bunu da pəs gördük. Rəvabitil burada hangidir? Rəvabitil müktebatil xəttiyyə. Bu da ehtimalən el-müktebatil xəttiyyə mütəcəddid. Tazad bir cildidir bunun. Məktəbi Astani Quds buradadır. Bu 6 səfərlik bir kitabdan ibarətdir. Hangi kitabxananın linki nədir? Bu cəlib bir şeydir. Məsələn, Astani Quds Rəzəvinin linkini qoyubdur burada. Üstündə vurduq, görək gedəcək. Yox, bəli gedir. This site is trying to open Telegram desktop. Tamam. Open. Açdı. Bu kitabxanəyə Məktəbi Feyzullah Əfəndi. Nədən isə getdi ora. Ehtimalə elə bu Feyzullah Əfəndi bir də qeydaq dalıya. O birisi kitabın üstündə vuraq görsə o da acır olacaq. Bunu da indi Məktəbi Rağib Paşa. Biz Rağib Paşanı gördük. Bu Məktəbi Teki Tahir Ağa. Join channel. Gəldi, bu da Rağib Paşanınkidir. Tahir Ağa. Tekiye Tahir Ağadır. Cəlibdir, bu da bizə gözəl bir şeylər verir bu kitab. Listlər. Tahir Ağa nədəysə bu Astani Qudsun kitabxanasının ki ehtimalən açılmır. Çünki əlbəttə onda telegramı var. Onu yazaq, görək ki aça biləcəyik. Biz onu aça bilsək pis olmaz. Bəlkə içindən kitablar tapa bilərik. Nə yazmışdı orada? Acaba onu necə tapacağım? Hara getdi? Burada. Görün bunu yazsaq gətirər bizim üçün ya yox. Tamam, burada nə dedi? Ayda, daybidad. Tamam, beləsi yazsaq gətirər. t.mi/ haradaydı? Quds Rəzəvidə ki bu. Nuru Tamani ehtimalən bu hancısıdır? Niyə belə olubdur? /mi en böyük hərflə nur uth th mani. Görək ki burada belə bir şey tapır. Aha, burada qələt yazmışam bunu. Əvvəl bunu islah eləyək. Görək ki tapır, bu nə yox. This channel TME NOR, bunu böyük hərfinə yazsaq bəlkə fərq elər. NOR UTHMINI düzdür, düz yazmışıq, amma burada belə bir şey. This channel gətirmir, bu this channel nə olsun, yoxdur yəni. Bunu tapmadı, bu birisinin Tahir Ağanı tapdı. Məktəbətül Fatihiyyə. Tamam. Cəlib oldu bizə burada Məktəbi Bərtu Paşa. Bərtu Paşanı da vurduq. Bunları join olmağımız yaxşıdır, pis deyil. Hacı Məhmud Məktəb Kitabxanı, Hacı Məhmud. Baxın, Türkiyədə, Osmanlıda, Türkiyə deməyək. Osmanlıda kitabxanaların, şəxsi kitabxanalar ki, adamlar düzəldiblər. Onlarla bizimkinin fərqini görün. Hacı Məhmud. Hacı Məhmuddan sonra bir ayrısını vurmuşduq, o nə idi? Hacı Məhmud, tamam. Məktəbi İzmir. Yenə bunu da vurduq və İzmirdən sonra bu nədir?
İzmir idi bu elə. İzmir'i vurmuşduq, tamam. Bu birisi səfiyyə getiririk. Burada əlbəttə çox vardı, onların qoyublar, amma onları tapmaq bir dana gərək vuraq. Təəssüflə onları abi eləməyiblər. Yusuf Ağa Qunya, Yuzqat kitabxanası, Rüstəm Paşa kitabxanası, Qılıcəli Paşa kitabxanası, Samsun Ammə kitabxanası, Balıqsır Mərmərə kitabxanası, Məktəb Əntakiyyə Tikili oğlu ya Təkili oğlu kitabxanası və Cangırı Əl-Ammə kitabxanası. Bunlar görürsünüz ki, olmayıbdı. Burada da əlbəttə bir neçəsi, 2-3-ü də burada vardı. Damad İbrahim kitabxanası. Yəni bunlar özü bizə çox şey göstərir. Kitabxanalarda burada məsələn olar ki, olmadı. Məktəbi İzmirli İsmail Haqqı. Məsələn bununki buradadır, amma kaş bunu adam eləyə biləydi, copy paste eləyə. Bunlar qalsın məncə. Sonra bunları elərik. Qeydək geniş kitablarımıza görək ki, bu kitab çox önəmli kitabdır mənim üçün. Əlan kitabların içində önəmli kitabdır. Divan-ı Mühibbini oxumuşduq. Divan-ı Sultan Süleyman Qanuni. Bunlar ikisini də gətirmişik. Bu 602 səhifədir. Nə fərqləri var? Bunları açaq. Görək ki, bu iki dananın nə fərqi var? Mən bunları gətirməkdə bir şey amac tutmuşmuşam. Onu görək nə fərqi var. Bu birinci görmüşdük, bunu oxumuşuq, tutuşturmuşduq. Əlbəttə bunları bir-birinə tutuşturmuşduq. Tamam. Mühibbi divanı bu hala açılmayıbdır, bu açılıbdır. Bu 264 səhifəlikdir ki, görmüşdük. Bunları bir-birinə tutuşturmuşduq əlbəttə ki. Bu hala açılmayıbdır. O da 600 neçə səhifədir, açıldı. Bunu əlbəttə biz fırlatmışıq, elə fırlanılı qalıbdır. Bu da 301 səhifəlikdir. Bunları görmüşük. Farscası da bunda ehtimalən olacaqdır. Həmandır ki, axirində. Bu 602 səhifəlik kitabdır ki, axirdə 22 səhifəsi farscadır. Bunları da görmüşük. Ona görə indirmişik və Mövlud-i Şərifi oxumuşduq, Tarixi Rüsulu oxumuşduq, Leyla xanım divanı oxumuşduq, Mənaqib-i Səvaqib-i Məani. Bu nə deməkdir? Bilmirəm, oxumuşuq ya yox. Açıq görək ki, bu 144 səhifədir ki, bunun 144 səhifənin 142 vəraqdır ki, bu hər səhifədə PDF-də 2 kitab vardır. Yəni 184 səhifəlik, 284 səhifəlik bir kitabla qarşılayırıq ki, burada üstdə birinci səhifədə görürük 129 yazıbdır, aşağıda 278 yazıbdır. Sətri hər səhifədə 19-dur, oraq 147-dir, 46-dır. Burada 142 yazıbdır. Burada 146 yazıbdır. Bu bunun fərqidir. Niyə beləsi olubdur bilmirəm. Kitabın enin boyun yazıbdır. 13 vərəqə Səvaqib tərcüməsi. 130 vərəq Səvaqib tərcüməsi. Kitabın adı Səvaqibdir. Onun tərcüməsidir. Axəri nöqsan. Axirdə yarımçılıq qalıbdır. 9 vərəq əvvəl və axəri nöqsan. Kitabın da 9 vərəq əvvəlinin axəri ya da ki elə həman şeyin 9 vərəqi yoxdur. Nöqsan Kəmankeşinə hair bir risalə ya kəmankeşinə təid bir risalə. Hər halda kəmankeşin ehtimalən beləsi bir şey olacaqdır. Onu da ilgili. Kəmankeşin kitablarındandır. Tamam. Çünki burada onun möhrünü gördük. İstəsəbəhül fəqir Əhməd Şərihəti belə bir şey deyə Şərihəti Əlməd Şəhi Təssihi Qəfərə ehtimalən Zunubəhudur nədir? Beləsi bir şeydir. Təssihi. Hər halda bu Əhməd Əş-Şəhr Təssihi ehtimalən bu olacaqdır. Burada möhür görürük. Məzhər-i lütfi ilahi İbrahim ibn Rəsul. Ehtimalən İbrahim ibn Rəsul
lütfi ilahi məzhər ilə buradan oxunacaqdır. Məzhər lütfi ilahi İbrahim ibn Rəsul. Aşağıda bir yazı burada yazılmışımız siliblər. Bunun üstünə bir ayrı yazı yazılıbdır. Burada görürük ki, Ali Əl-Musəvi oxuna bilər. Burada belə bir yazı yazılmışmış. Kamil oxunmur. Əl-Fəqir Daniş Əli Musəvi Məvalizadə ehtimalən. Bu həqir və fəqir bu təfsir Əs-Seyyid Əl-Hac olacaqdır. Abdülqadir Əl-Məruf be Əmir Xacı Kəmankeş Əl-Üsküdari. Bu kitabı bu adam çox kitablar eləyibdir. Vaxt və hazır kitab Əs-Seyyid Abdülqadir möhrü oxuram. Əş-Şəhir be Əmir Xacı Əl-Üsküdari be cami valideyi Validə Sultan Əl-Ətiq fi Üsküdar Sanəhullah Teala anil əkzab ehtimalən olacaqdır. Allah onu yalancılardan uzaq tutsun. 189-cu kitabdır ki, bu onun şeyindədir. Kitabın başına su gəlibdir təəssüflə və burada bir yazılar yazmışmışlar kitabın üstündə. Əlbəttə bu yazı da ki, burada görürük. Su gəldiyi üçün burada arxadan bunu görürük. Bismillahirrahmanirrahim başında yer varmış. Bunu bəzəsinlər, təsib vursunlar. O təsib vurulmayıbdır. Cədvəllər 2 xəttinəndir və qırmızı rənglə cədvəl çəkiblər. Bismillahirrahmanirrahim cədvəlin içindədir. Dövrəsində ehtimalən nəqqaşı olacaqdır. Yoxdur. Kitab əl yazıdır, xətdir, türkcədir və birinci kəlmədən türkcə ilə başlayır. Burada bir sətr ikinci səfhədə bir sətr kitabın xəttin eşiyində yazılıbdır və kitabdan gedib eşiyə. Və sələvatü, səlamü, təhiyyatü, qərra inciləri ki, bəsirət, bəxşünk, müridi olar ariflərin gözləri xeyrə eydər, ol səbki cəmali. Ehtimalən belə bir şey orada yazılıbdır. Əcəba bu sonra yazılıbdır. Biraz həm dağılıbdır, yəni su gəlib dağılıbdır. Əlbəttə bu xəttə bənzir. Xəttə bənzir, amma ola bilər ki, bu sonra yazılıbdır. Kitab 142 səhifədir. Adı Mənaqib-i Səvaqib-i Məanidir. Bilirsiniz nə var? Bu gecə burada qoyaq. Nəzərimə bugünkü kitab oxumağımız çox şey oldu. Elə burada qalsın. Bu kitabı yarın oxuruq. Mənə nədənisə kitab oxumadığım üçün və çox şeylərə məşğul olduğum üçün biraz özümü yorğun hiss edirəm. Başımda da biraz ağrı hiss elədiyim üçün bugün elə burada qoyaq qalsın. Yarın bu kitabla məşğul olarıq. Gecəz xeyrə qalsın, gününüz xeyrə qalsın. İndi məmləkətimizdə, vətənimizdə yavaş-yavaş gününüzə yaxınlaşırıq. Burada da saat axşam 8:25 dəqiqə keçir. Bir ayrı gün bu kitabla ya bir ayrı kitabla ömür olsa Allah qismət eləsə oxuyarıq, tanış olarıq. Sağ olun, sağ qalın.